Salam, bugün sizinlə kimyanın iki anlayışlarının 3-cü bölməsi olan kimyəvi formullar üzrə hesablamalar bölməsinin 40-dan sonraki sualların izahına baxırıq. 40-a kimi keçən dəfə izah eləmişdik, keçən videoda izah eləmişdik. Bugün isə 40-dan sonraya baxırıq, yəni bugün 3-cü bölməni bitiririk. Başlayaq 41-ci sualdan. Bizə deyilir ki, 14,2 qram R2O5 maddəsinin, birinci qeyd edirəm R2O5 və bunu bizə nə qədər verib? 14,2 qram. Deyilir ki, 14,2 qram R2O5 maddəsində 8 qram oksigen var. Qeyd edirəm, oksigen 8 qramdır. RH3 birləşməsinin nisbi molekul kütləsi neçədir? Deməli, bizdən RH3-ü soruşur. Təbii ki, RH3-ün biz nisbi molekul kütləsini bilmək üçün həm erin, həm də hidrogenin kütləsini bilməliyik. Hidrogen burada bizə verilib, ayır hidrogen 1-dir, yəni hidrogeni bilirik. Bir dənə qalır bizdə burada eri tapmaq. Eri də biz R2O5-dən tapacağıq. Birinci bizə verilənlərdən istifadə edirik, yəni 14,2 və 8 qramdan. Belə bir tənasüb qururam. 14,2 qram R2O5 birləşməsində nə qədər oksigen var deyir mənə. Baxın, şərtdə verib 8 qram. Deməli, 14,2 qrama 8 qramdırsa. Bəs ümumi normalda R2O5 neçə qramdır? Normalda 2 vur R-dir plus oksigen nə qədərdir? Baxın, ayrı verib 16. Amma bizim indeksimizdə 5 var axı. 16 vur 5. Yəni 80. Bu da olacaq 2R plus 80. Deməli, normalda R2O5-in kütləsi 2R plus 80-dir. Bəs 2R plus 80-in nə qədər oksigen var? Təbii ki, məsələn, mən burada 2R falan yaza bilmərəm. Yuxarıda oksigen yazmışamsa, aşağıda da oksigen yazmalıyam. Baxıram ki, nə qədər oksigen var? 16 vur 5 dedi, yəni 80. Onu da burada qeyd edirəm. Bunlar gedəcək, burada qalacaq 10. 2R plus 80 bərabər olacaq 142-yə. 2R 62 olacaq. R də buradan tapacağım 31. Amma 31 cavabını baxın seçə bilmərik. Mənim tapdığım 31 R-in qiymətidir. Amma məndən R-i soruşmur. Nəyi soruşur? RH3-ü soruşur. Onda təbii ki, RH3-ün kütləsini tapacağım. RH3 də olacaq. Deməli, R dediyi ki 31-dir. Hidrogen də baxın, burada şərtdə bizə verib ki 1-dir. 1-i də 3-ə vururam, indeksinə vururam 3-ə. Eləyir 3, 31-lə də 3-ün cəmi olacaq 34. Yəni doğru cavab olacaq D variantı. Keçək 42-ci suala. 42-ci sualda deyilir ki, karbon və hidrogenin kütlə payları nisbəti 75-25-dir. Baxın, bizə bəzən uşaqlar çaşır, deyirlər ki, 75/25-dirsə, onda hər tərəfi 25-ə ixtisar eləyərəm, qalar 3/1 nisbəti. Deməli, bizdə karbonun sayı 3-dür, hidrogenin sayı 1-dir. Xeyr, bizə verilən element atomlarının nisbəti deyil, bizə verilən nədir? Kütlə paylarının nisbəti. Yəni, mən kütlə paylarına baxmalıyam. Onda buna necə baxacaq? Bizə deyir, verilən 75/25 olarsa, bu birləşmənin formulunu müəyyən edin. 75/25 verilib. Biz də demişdik ki, hər bir maddənin, əgər bizə formulunu soruşur deyirsə, bir birləşmənin formulunu göstər deyirsə, o zaman hər ikisinin, həm karbonun, həm də hidrogenin element atomlarının sayını tapmalıyıq. Yəni, bizə verilən miqdarın, məsələn, 75-i, 25-i normalda özünün olduğu qədərə bölməliyik. Yəni, öz ayərinə bölməliyik. Nə demək istəyirəm? Təbii ki, bu ixtisar gedirsə, bunları ixtisar edirəm. İkisi də 25-ə gedir. Qalır 3/1 nisbəti. Bu 3 nəyə aiddir? Karbona. Çünki mənə deyir ki, karbon və hidrogenin kütlə payları. Yəni, karbon 75-ə uyğundur, hidrogen 25-ə uyğundur. Yəni, birinci hansı verilibsə odur, ikinci də hansı verilibsə ona uyğundur. İndi mən həm karbonu tapmalıyam ayrıca, həm də hidrogeni tapmalıyam. Karbonu tapmaq üçün mənə verilən bu 3-ü, 3 tapdım axı, yəni artıq 75 ilə 25-ə baxmıram. Mənə verilən 3-ü bölürəm karbonun öz ayerinə. Öz ayerinə qədərdir, baxın şərtdə verilib 12. Deməli, burada neçə alıram? 4/1. Hidrogenə keçirəm. Hidrogeni neçə tapmışdım? 1 tapmışdım. 1-i də bölürəm öz ayerinə. Öz ayerinə qədər idi 1. 1-i 1-ə bölürəm 1. Dedik ki, bu şəkildə heç vaxt onluq, yəni məxrəcdə ola bilməz. Ona görə bunu məxrəcdən azad edirəm, 4-ə vururam. Bu eləyir 1. Təbii ki, əgər bunu 4-ə vurdumsa, mütləq və mütləq digər elementdə vurmalıyam. Bu da eləyəcək 4. Deməli, karbona tapdığım
karbona 1 tapdım, hidrogenə isə 4 tapdım. Deməli, karbon 1 olmalıdır, hidrogen 4 olmalıdır. Doğru cavab A variantı. Yəni, bizim burada tapdığımız karbon və hidrogen, bu tapdığımız 1 ilə 4, 1 karbonun sayıdır, 4 isə hidrogenin sayıdır. Amma bizə verilənlər kütlədir. Ona görə birinci kütləni biz mola çevirməliyik, yəni nə qədər olduğuna çevirməliyik. Keçirəm 43-cü sualla. Karbon və hidrogenin kütlə nisbəti yenə eyni sualdır. Kütlə nisbətini verir mənə 9/2-dir. Olan birləşmənin formulunu göstərin. Baxıram ki, 9/2 heç bir şey ixtisar getmir. Deməli, 9/2 şəklində saxlayacağam. Birinci buradan karbonla hidrogeni tapmalıyam. Karbonla hidrogeni necə tapacağam? Karbonu verilib 9. Çünki dedik ki, baxın, karbon və hidrogen deyir. Yəni, hidrogen və karbon demir. Karbon və hidrogen deyir. Deməli, karbon birinciyə uyğundur, 9 uyğundur. Hidrogen də ikinciyə, yəni 2 uyğundur. Deməli, karbonu, yəni 9-u bölürəm öz ayırına. Öz ayırına qədərdir, şərtdə verilib 12. 3-ə ixtisar aparsam buraları qalar 3/4. İndi keçirəm hidrogenə. Hidrogendə nə qədər verib bizə? Baxın, burada 2 verilib. 2-ni bölürəm öz ayırına. Öz ayırı da şərtdə verilib 1-dir. 2-ni də 1-ə bölürəm, eləyir 2. Dedik ki, məxrəci ola bilməz. Mütləq və mütləq bu tam ədəd olmalıdır. Ona görə vururam bunu 4-ə. Burada eləyir 3. Bunu da mütləq 4-ə vurmalıyam. Əgər bunun yəni karbonu nəyə vururamsa, mütləq hidrogeni ona vurmalıyam. Bu da eləyir 8. Deməli, karbonun sayını 3 tapdım, hidrogenin sayını isə 8 tapdım. C3H8 doğru cavab olacaq, D variantı. Keçək 44-cü suala. 44-cü sualda yazılıb ki, birinci birləşmənin formulu XY2-dirsə, deməli qeyd edirəm, birinci birləşmənin formulu XY2-dir. Bizdə də deyir ki, ikinci və üçüncü birləşmələrin formulunu müəyyən edin. Deməli, 2 ilə 3-ü bilmirəm, bizdən elə bunları soruşur. Bəs bunları biz necə tapacağıq? Təbii ki, qrafikdən istifadə edərək. Deməli, gəlin baxaq. Bizə birincini verdiyinə görə, təbii ki, birincidən başlayırıq. 1-ə baxıram. Birincinin, baxın, bu təbii ki, kəsişmə nöqtələrinə baxacağıq. Həm 1-də, həm 2-də, həm 3-də. Baxın, burada yazılıb x qram, burada yazılıb y qram. Yəni, x-in neçə qram olduğu yazılıb, burada da y-in neçə qram olduğu yazılıb. Baxaq. X burada, baxın, birinciyə baxıram. Birincinin x-i nə qədərdir? 7 qram. Bəs y nə qədərdir? 8 qram. Deməli, x 7 qramdır, y isə 8 qramdır. İndi gəlin baxaq. Bizim formulumuz necə idi birincidə? X, y2. Deməli, mənə əgər x-in qramı, deməli, bax, qeyd edirəm hətta burada. X-in qramını verib 7 qram, y-in qramını verib 8 qram. Mən isə buradan ayır x-i, yəni normal ayır x-i və bir də ayır y-i tapmaq istəyirəm. Bunu necə tapacağam? Burada nə qədərdir x-in? İndeksində heç bir şey yazılmır, yəni bir dənədir. Deməli, elə bir dənə x-in özü 7 qramdır da. Çünki mənə verilib ki, x-y2 birləşməsində x 7 qramdır. Baxıram ki, x bir dənəymiş. Deməli, elə x 7 qramdır. Sonra baxıram y-ə. Amma y 8 qram, bunun 2y-idir. Çünki y 2-dirsə, indeksində 2 varsa, 2y 8-dirsə, 2y 8-dirsə, buradan y-i taparam 4. Deməli, ayır y-də nə qədər, neçə oldu? 4. Vəsə, mənə əsas lazım olan bunlar idi. Artıq mənim birinciyə ehtiyacım yoxdur. Baxın, bu hissəyə mənim ehtiyacım yoxdur. Bura baxmıram. İndi gəlin, keçək ikinciyə. İkincinin də gəlin, qrafikdə baxaq. İkincinin nə qədər? Baxın, kəsişmə nöqtəsinə baxıram. İkincinin y-i 8-dir, x isə 14-dür. X 14-dür. Amma bizim normal x-imiz neçədir? 7-dir. Deməli, bu x 2 olub ki, 2-ni 7-yə vuranda 14 olsun da, bizim x-imizin qramı 14 olsun. Bəs ikincinin y nə qədərdir? Baxın, 8-dir. Ümumiyyətlə, hər 3 maddənin, baxın, üçüncünü də göstərirəm. Hər üçün nədir? 8-dir. 8 olması üçün nə olmalıdır? Y 2 olmalıdır ki, yəni y-in biri 4-dür, 2-yə vuraq 8 olsun. Baxıram ki, düzdür? Bəli. Çünki ikincidə 14 qram x var, 8 qram da y var. Bu şəkildə olanda ixtisar eləyə bilərik. Yəni, olacaq xy. Çünki bu nə deməkdir? x2, y2 nə deməkdir? x2, y2 deməli, 2xy deməkdir də. Yəni, 2 dənə x var, 2 dənə y var. Baxın, 2x, 2y var hər ikisində. Bu da təbii ki, bizdən maddəni soruşur da, molun soruşmur, xy maddəsini. Deməli, ikincini tapdıq ki, artıq xy-dir, ona görə A, B,
Y variantlarını atıram. İndi baxıram üçüncü deməli birləşməmə. Üçüncü birləşməmdə nə qədər x var? 21 qram. Baxın kəsiş nöqtəsinə baxıram. Y-in də bayaq dedik ki 8 qramdır. Deməli y 8 qramdırsa avtomatik dedik ki y 2 olmalıdır. Çünki y 4-dür. İndeksində 2 olmalıdır ki 8 olsun. X də 21-dir. Normalda x neçə qramdır? 7 qram. Deməli x 3 olmalıdır ki 7-ni 3-ə vuranda 21 alsın. Deməli tapdım. Biri x, y, digəri isə x3, y2. Doğru cavab olacaq C variantı. Keçirəm 45-ci suala. 45-ci sualda bunun eynisindəndir. Sadəcə burada aşağıdan yuxarı gedirik. Bizə artıq 3-cü birləşmənin formulunu verib. Bunu silək. Deməli, birinci, ikinci və üçüncü birləşmələr var. Üçüncü birləşmənin formulu, baxın, şərtdə bizə verilib ki, x3, y2-dir. Birinci və ikincinin deməli bizdən formullarını soruşur. Gəlib baxaq, yenə də bayaqçı qayda ilə baxırıq. Burada x qramımız yazılıb, burada y qramımız yazılıb. Hər üçünün yenə y neçədir? 8-dir, baxın. Amma deməli x-ları fərqlidir. Başlayıram üçüncüdən, yəni hansını veribsə ondan başlayıram. Üçüncüdən başlayıram. Üçüncünün baxın kəsişmə nöqtəsindən baxıram ki, nə qədərdir x-i? X-i 21 qramdır. Düzdür? Deməli bunun 3x 21 qramdır da. Çünki x 3-dür axı. X 3-dürsə, deməli bu 21 qramdırsa, 3x bərabərdir 21 qramdır. X-i də tapıram buradan 7 qram. Deməli AY-X-imiz neçə tapdım? 7 qram tapdım. İndi AY-Y də tapmalıyam. Bizdən Y neçə qram verib? Baxın 3-dən düşürəm aşağı. Görürəm ki 8 qram. Budur da 8 qram. Yəni 2Y 8-dir. Bəs 1Y neçədir? 4-dür. Vəsə, deməli AY-Y də tapdım 4. Vəsə, yəni mən bunları tapmalıydım. Mən artıq 3-cü maddə lazım deyil. İndi keçirəm 2 ilə 1-i tapmağa. İkinciyə baxıram ki, nə qədərdir? Baxın, 14 qram x var, 8 qram y var. 14x olmağı üçün 1x 7 olduğuna görə x 2 olmalıdır ki, 14 olsun. Deməli, x 2 olmalıdır ki, 14 qram olsun. Və bir də y-i baxın, burada göstərirəm, 8 qram verib. Ona görə y2 olmalıdır. Bayaq dedik ki, bu elə 2x y-dir. Yəni, bunlar getsə 2x y olar. Bizdən də maddəni soruşduğuna görə x y olacaq. Bu ikinci maddədir. Və üçüncüyə də baxıram. Üçüncü nə qədərdir? X, baxın, 21 qram x-dir, 8 qram da y-dir. Amma x-in biri 7 olduğuna görə deməli, x 3 olmalıdır. Yox. Daha doğrusu, bu üçüncüdür. Biz birinciyə baxmalıyıq. Aha, bunu silirəm. Deməli. Baxın. Bizdən birinci ilə ikincini soruşur. Üçüncünü artıq bura qatmayaq da 3 bitdi. İndi birinciyə baxsaq, birincisi nə qədərdir x-i? Baxın, burada kəsiş nöqtəsi 7 qram x-idir, 8 qram y-dir. Deməli, x-in biri də 7 qram olduğuna görə, olacaq bir dənə x. Y-i də bizə verib 8 qramdır. Baxın, birincidə düşün aşağı 8 qram. Deməli, olmalıdır y2, y-i də 8 qram olsun. Deməli, ikinci maddəmiz olacaq x, y. Birinci maddəmiz olacaq x, y, 2. Deməli, doğru cavab olacaq Y variantı. Keçirəm 46-cı suala. Bu və ya digər molekulun tərkibinə kükürdün hansı kütləsi daxil ola bilməz? Baxın, kükürdün biz ayrı neçə verib? 32 verib. Baxıram ki, bunların hamısı 32-nin misilləridir. Məsələn, 32 elə 32, yəni ola bilər təbii ki. Bizə deyir, ola bilməz. Ona görə C-ni atıram. Sonra B variantına baxıram ki, 32-ni 3-ə vursam neçə eləyər? 96 eləyər. Yəni 3 mislidir də. Bu da mislidir, çıxıram. Sonra baxıram, deməli, D variantına 32 vur 2, 64-dür. Deməli, 2 mislidir. Deməli, ola bilər. Y variantına baxıram, 128 bölü 32. Neçə eləyir? 4 eləyir. Deməli, bu da bunun 4 mislidir. 4 mislidirsə təbii ki, bu da ola bilər. Amma A variantında 48-i 32-yə böləndə tam 1-ə də dalınmır. Yəni, burada 1 tam nə qədərsə alınır. Deməli, bu təbii ki, ola bilməz. Çünki mən sizə bayaq dedim ki, tamla, yəni haransa bir mol sayı, element sayı ola bilməz. Deməli, doğru cavab olacaq A variantı. 47-də eyni sualdır. Bu da deyir, ola bilər. Təbii ki, misillər ola bilər. 24, yəni bir-biri bölüb baxırsınızda təbii ki, ola bilməz, 12 ola bilməz, 8 ola bilməz, 48 ola bilməz. Amma 64 32-nin 2 mislidir. Yəni 32-ni əgər 2-yə vursaq 64 eləyər. Ona görə doğru cavab olacaq B variantı. Baxaq 48-ə. Deməli 48-də bizə verilib ki, H-xlor O, H-xlor O2, H-xlor O3 və H-xlor O4.
Bunların adlarını da deyim sizə. Deməli birinci, belə sıralayım bunları. Deməli birincinin adı olacaq hipoxlorit. İkincinin adı olacaq xlorit. Adlarını da yazıram sizin üçün. Hipoxlorit. Bunu turşular dərsinə keçəcəksiniz. İkinci olacaq xlorit. Üçüncü xlorat. Dördüncü isə perxlorat. Deməli bizə deyir ki, bu istiqamətdə, yəni yuxarıdan aşağı istiqamətdə nə artır? Yəni H-xlorodan H-xlor-O4 istiqamətində nə artır? Turşunun 1 molunda olan xlorun kütləsi. Baxın, bu turşuda xlorun kütləsi nə qədərdir? Bir dənədir də xlor. 35,5. Bunda nə qədərdir xlor? Bir dənədir xlor. Bunda nə qədərdir? Bir dənə. Bunda nə qədərdir? Bir dənə. Demək, hamısında xlorun sayı eynidir. Xlorun sayı dəyişmirsə, təbii ki, xlorun kütləsi dəyişməyəcək. Çünki xlorun birinin kütləsi 35,5-dir. Hərəsində bir dənədir deyənə elə bir dənə olacaq. Yəni burada 35,5 bilməyiniz vacib deyil də. Sadəcə olaraq baxırsınız ki, xlorun, yəni hərəsində bir dənədirsə, təbii ki, xlorun kütləsi eynidir. Deməli artmır. Biri çıxır. Oksigenin kütlə payı. Baxıram ki, birincidə deməli oksigen nə qədərdir? Bir dənədir. İkincidə nə qədərdir? 2 dənədir. Üçüncüdə 3 dənədir. Dördüncüdə 4 dənədir. Amma baxıram ki, bu hissələri göstərim sizə. H-xlor hissələri hamısında eynidir. Bu hissələr hamısında eynidir. Dəyişən nədir? Oksigen. H-xlor eyni qalır. Oksigen isə artır. Təbii ki, oksigenin kütlə payı artır. Yəni oksigenin bunun içərisindəki, bu maddələrin içərisindəki kütlə payı artır. Məsələn, məsələn deyirəm, tutaq ki, nümunə olaraq, tutaq ki, H-xlor-O-da birincidə deyək ki, oksigen 20% tuturdu. Amma artıq ikincidə 2 dənədir axı oksigen, məsələn, tutacaq burada tutaq ki, 40%. Yəni təbii ki, arta gedəcək. Üçüncüyə baxıram hidrogenin kütlə payı. Hidrogen baxıram ki, hərəsində neçə dənədir? Birincidə bir dənə, ikincidə bir dənə, üçüncüdə bir dənə, dördüncüdə bir dənə. Amma biz burada görürük ki, maddələrimizdə oksigenin sayı neynir? Artır. Birincidə bir dənə idi, sonra 2 oldu, sonra 3 oldu, sonra 4 oldu. Yəni get-gedə oksigenin sayı artır. Oksigenin sayı artırsa, avtomatik olaraq həm xlorun, həm də hidrogenin deməli kütlə payı azalacaq. Çünki oksigeninki artır. Məsələn deyirəm, tutaq ki, H-xlor-O-da H-xlor o neçə faizdir? 100%. Yəni bunların hamısı 100%dir. Deyək ki, H-xlor-O-da, yəni bu birinci maddədən bundan söhbət gedir. H-xlor-O-da 100%-in deyək ki, 20% oksigen idi. Məsələn deyirəm. Amma məsələn indi 4-ə baxaq. 4-cüdə H-xlor-O4-də bunun 100%-nin tutaq ki, artıq 20% oksigen deyil, axı çünki 4 dənə də oksigen. Deyək ki, məsələn deyirəm 60% oksigendir. Artıq 40% buna qaldı. H-xlor nə qədər qaldı? 40% qaldı. Buna nə qədər qaldı? 40% qaldı. Bəs birincidə nə qədər qalmışdı? Birincidə 100-dən 20-ni çıxacam. Buna artıq 80% qalmış olacaq. Deməli, get-gedə hidrogenin həm də xlorun kütlə payı azalır. Deməli, azalır səhvdir. Bizə isə artır deyirdi. Yalnız 2 olacaq. Doğru variant B variantı. 49 da bunun eynisidir. Deyir, bu sıra ilə azalır. Bunları silək. Deməli, gəlin qeyd edək bir daha. H-xlor-O, H-xlor-O2, H-xlor-O3 və H-xlor-O4. Aha. Deyir ki, bu sıra ilə azalır. Baxın, fikir verək. Turşunun 1 molunda xlorun kütləsi. Kütlə payı demir. Buna diqqət edin. Kütləsi deyir. Hərəsində nə qədərdir kütlə? Bir dənə xlor bundadır, bir dənə bundadır, bir dənə bunda, bir dənə bunda. Yəni xlor dəyişmirsə, kütləsi dəyişmir. Deməli, çıxıram. Oksigenin kütlə payı bayaq dedim ki, oksigen get-gedə artır. Ona görə təbii ki, kütlə payı artır, azalır deyir. Bunu da çıxıram. Bayaq da dedim ki, oksigenin kütlə payı artırsa, hidrogenin kütlə payı azalır. Çünki oksigen get-gedə artır və bunun faizi aşağı düşür. Deməli, bu azalacaq. Yalnız 3. C variantı. Keçək 50-ci suala. Aha, 50-ci sualda bizə deyilir ki, tərkibində karbonun kütlə payı 75% olan karbohidrogenin, birinci karbohidrogeni qeyd edirəm. Özü baxın, burada mötərizədə verib. CX, HY. Belə bir karbohidrogendir və deyir ki, burada karbonun kütlə payı 75%-dir. Bu 75%-dir. Mən də avtomatik heç sualın ardına keçməmiş bilirəm ki, CX, HY ümumilikdə neçə faizdir? 100%-dir.
Yəni 100%-dən mən çıxaram 75%, taparam 25%. Bu 25% nəyindir? Təbii ki, hidrogenin burada kütlə payıdır. Aha. Deyir hansında 75%-dir, yəni o cavab seçində, yəni bu cavablardan hansında. Demişdik ki, bu tip suallarda əgər bizdən formulu göstərdiyirsə, nə edirdik? Həm karbonun, həm də hidrogenin deməli mollarını tapırdıq. Yəni neçə element olduğunu tapırdıq. Deməli həm karbonu tapıram, həm də hidrogeni tapıram ayrı-ayrı. Yenə bayaqki suallardandır. Başlayıram karbondan. Karbonu bizə neçə verib? Karbonun kütlə payını 75 verib də tapdıq 75. Deməli mən burada gəlin bunu silim. Deməli 75-i bölərəm. Karbonun öz ayırına. Karbonun öz ayırı baxın şərtdə verilib 12-dir. 12-yə bölürəm. Hidrogende nə qədər idi? 25. 25-də bölürəm hidrogenin öz ayırına. Öz ayırı nə qədər idi? 1 şərtdə verilib. Bu olacaq 25. Bu da 3 ixtisar gedəcək 4. Burada olacaq 25. 4-də 25. Təbii ki, burada məxrəcində heç bir şey yoxdursa, baxın 1-də 25-dir. Yəni mən bunları buradan ixtisar apara bilərəm. Burada qalar 1, burada qalar 4-də 1. Dedik ki, amma məxrəcli, yəni onluq kəsr ola bilməz. Ona görə mütləq 4-ə vururam və dedik birini vururuqsa, digərini də mütləq vurmalıyıq. Yəni bu olacaq 1, bu da olacaq 4. Karbonumun sayını 1 tapdım, hidrogenimin sayını 4 tapdım. Olacaq CH4 A variantı. Keçək 51-ci suala. Deməli 51-ci sualda deyilir ki, X3Y4 birləşməsi verilib mənə. Və deyir ki, MX-in, yəni X-in kütləsinin Y-in kütləsinə olan nisbəti 21-in 8 olan nisbətidir. Sonra isə baxın bizə başqa bir maddə verib. Burada X3Y4 verib, amma burada deyir ki, X2Y3 birləşməsində eynən bu nisbəti tap. Yəni MX böl MY tap. Gəlin birinci biz X3Y4-ə baxaq, yəni bizə verilənə baxaq. MX böl MY bizə neçə verib? 21 böl 8. Axı, mən bura baxın 21 böl 8-ə x böl y yaza bilmərəm. Bu böyük bir səhvdir. Niyə? Çünki axı mənim verilən maddəyə görə bu 21 böl 8-dir. Axı mənim maddəmdə x deyil, nədir? 3x-dir. Y deyil, nədir? 4y-dir. Bunlar ixtisar gedəcək, 7 qalacaq. Bunlar da gedəcək, 2 qalacaq. Deməli 7 böl 2 bərabər olacaq x böl y-ə. Yəni mən burada təbii ki, baxın bu şəkildə x-a 7k deyə bilərəm, y-ə də 2k deyə bilərəm. X-a 7k deyirəm, y-ə də 2k deyirəm. Yəni bizim burada məqsədimiz x böl y tapmaq idi. Çünki burada x böl y deyildi. Nə idi? 3x böl 4y idi. Mən isə buradan x-i y-i ayrıcana tapdım. Artıq bununla işim bitdi. Keçirəm x2 y3-ə. x2 y3 maddəsinə baxıram. Burada artıq x 2-dir, yəni 2x-dir. Yuxarı keçirəm, yuxarıda yazaq, 2x-dir. Bu nədir? Y 3-dür, yəni 3y-dir. Bizə nisbətləri soruşduqlarına görə nisbət şəklində yazdım. X-i də y-i də tapmışıq, hər ikisini gətirib yerinə qoyuram. 2 vurulsun, x-in yerinə yazıram 7k. 3, y-in də yerinə yazıram 2k. Təbii ki, k-lar gedir, 2-lər gedir. Qalır 7 böl 3 nisbəti. Doğru cavab olacaq A variantı. Keçirəm 52-ci suala. 52-ci sualda buna bənzəyir. Gəlin yazaq. Aha, 52-ci sualda da bizə birləşmə verib. X2, Y3 birləşməsi. Və burada da yenə bizə baxın kütlələrin nisbətini verib 7 böl 3. Təbii ki, dedik ki, 2x böl 3y şəklində yazmalıyıq. Yəni x böl y şəklində yaza bilmərik. Çünki 2 vur x-dir burada, burada 3 vur y-dir. Bunu bərabər edirəm 7 böl 3-ə. 3-lər hər tərəfdən gedir. Və burada bunu bu şəkildə yaza bilərəm də. 2x, buradan tapdığımız nədir? 2x böl y bərabərdir 7-dir. Amma mən istəyirəm ki, burada x böl y olsun. Ona görə x böl y bərabər eləyirəm 7 böl 2-yə. Eyni şeydə, yəni çarpaz vurduğumuz zaman baxın, eyni şey olur. Deməli, mən x böl y buradan tapdım. İndi mən k-larla yenə ifadə eləyirəm. X 7, y-də 2. Deməli, x-a 7k deyəcəm, y-ə də 2k deyəcəm. İndi keçirəm sualına. X3, Y4 birləşməsini soruşur. Yenə kütlələrinin nisbətini. Baxın, MX böl MY soruşur. Yəni, burada nə qədərdir? 3 dənə X var, yəni 3X.
böl. Neçə dənə y var? 4 dənə. 4 y soruşur. Yəni nisbət şəklində soruşur. 3 vur. Mən burada x-la y tapmışam. Yerinə qoyuram. 3 vur 7k böl 4 vur 2k. Eləyəcək. Təbii ki 21-lər ixtisar gedəcək. Qalacaq 21 böl 8. Doğru cavab olacaq A variantı. Baxın, bayaq sualın tərsi idi. Burada 21 böl 8 vermişdi. 7 böl 3 tapdıq. Burada isə 7 böl 3 vermişdi. 21 böl 8 tapdıq. Keçək 53-cü suala. Kuprum S birləşməsində kükürdün kütlə payı 20%-dir. Aha, gəlin yazaq. Kuprum S birləşməsidir. Və bizə deyilir ki, daha doğrusu kuprum X S birləşməsidir. Bunu bir dənə böyüdüm. Aha. Kuprum X S birləşməsidir. Kükürdün kütlə payı 20%-dir. Yəni burada kükürdün kütlə payı 20%-dir. Demək ki, kuprum X-ə nə qədər düşür? Həmin dəqiqə elə onu tapıram. Axı bu ümumilikdə 100%-dir bu maddə. Deməli kuprum X-ə da 100% yox, təbii ki 80% düşür. İndi baxıram ki, burada bizim kuprum S birləşməmizdə nə qədər kükürd var? Bunun bilirəm də indeksin dəqiq 1-dir. Bir dənə kükürdün bəs ayırı neçədir? Baxın, burada yazdım. Ayır kükürd 32-dir. Deməli, mənə 32-ni 20% verib. Mən də bu x-i tapmaq üçün neynəməliyəm? Tapmalıyam ki, bəs 80%-ə nə qədər düşür? Neçə qram düşür? Bunlar gedəcək, burada qalacaq 16. Bu da eləyəcək, səhv eləmirəmsə 128 qram. 128 qram. Amma 128 qram kuprumun kütləsi deyil. X vur kuprumun kütləsidir. Yəni x vurulsun kuprum, indeksi vurulsun kuprum bərabərdir 128-ə. Kuprumunda baxın ayırım verməni 64. Yəni kuprumun yerinə 64 qoyacağam. X-da buradan tapıram 2. Deməli indeksimi tapdım 2. Deməli mənim maddəm neymiş? Kuprum 2S. Deməli, birinci x-i tapdım. Deyir, bu birləşmənin nisbi molekul kütləsini və x-i hesablayın. Aha, elə x-i soruşurmuş, x-i tapdıq 2. Nisbi molekul kütləsi də təbii ki, necə tapılacaq? 2 kuprum plus S kimi kuprumumuz 64-dür. 2-yə vuranda eləyəcək 128. Bunun da üstünə gələcəm kükürd, yəni 32. 128 ilə də 32 eləyəcək 160. Deməli, doğru cavab olacaq 162, 2Y variantı. Baxaq 54-cü suala. Bizə bir birləşmə verib. CX H4 birləşməsi. Deyir, bu birləşmədə karbonun kütlə payı 75%-dir. Yəni mənim burada karbonuma 75% düşür. Mən də bilirəm ki, bütün maddələr hamısı fərq eləmir. Ümumilikdə 100%-dir. Onda mən 100%-dən burada olan bu 75%-ə çıxsam, yerdə qalar 25%. Bu 25% yəni kütlə payı olacaq. Təbii ki, hidrogenin. Çünki maddəmiz karbon və hidrogendən ibarətdir. Bizdən nə soruşulur? Deyir, birləşmənin, yəni CXH4 birləşməsinin nisbi molekul kütləsini və x-i hesablayın. Gəlin hesablayaq. Bunu necə tapacağıq? Deməli, 25% hidrogendir. Bizdə nə qədər hidrogen var? Hidrogenin baxın, bizə ayırım burada verib 1. İndeksində 4 var axı. Yəni 1-i 4-ə vururam. Deməli, bizdə 4 qram hidrogen var. Və mənə həmin bu 4 qramı neçə faiz verib? 25% verib. Onda tənasüb quraram. 4 25% isə bəs bu karbon 75% olan karbon neçə qramdır? Yəni x-dır. Bunlar təbii ki gedir. Burada qalır 3. X-ə tapıram buradan 12. Deməli, karbonum 12 qram imiş. 12 qram karbon, neçə dənə karbon deməkdir? Baxın, ayır karbon 12 olduğuna görə 12-ni, yəni tapdığımızı bölürəm öz ayırına və buradan tapıram ki, deməli 1 mol imiş. Bir dənə karbon imiş. Deməli, x-i buradan tapdım ki, 1. Yəni, bir tapdığım 1 x-dir. Deməli, ya cavab C-dir, ya da D. Gəlin, indi nisbi molekul kütləsini hesablayaq. Bir dənə karbonçu olacaq CH4. Bunun da nisbi molekul kütləsi olacaq 12 plus 4 vurulsun 1. Yəni 16. Doğru cavab olacaq C variantı. Keçək 55-ci suala. Deməli, 55-ci sualda deyilir ki, reaksiyaya tam daxil olan maddələr verilib. Y3, XOH, X2, YO4, bu da su. Bunlar isə reaksiya məhsuludur. Bizdən Y3 ilə XOH-ın molyar kütlələrini soruşur, yəni emirlərini soruşur. Gəlin tapaq. Təbii ki, biz əgər reaksiyaya tam daxil olan maddələr veribsə və bir də reaksiya məhsulları veribsə, deməli bunlar reaksiya yəni yazmalıyıq. Bunlara uyğun reaksiya yazmalıyıq.
Yəni burada YO3-ün üzərinə XOH gələrəm. Buradan da alınar X2 YO4 və bir də su. Yəni reaksiyamız bu cür gedəcək. Təbii ki, bunu mütləq və mütləq əmsallaşdırmalıyıq. Ümumiyyətlə əmsal quranda çalışın ki, balans üsulundan istifadə eləyəsiniz. Onu da gələcək mövzularımızdadır. Amma burada balansa ehtiyac yoxdur. Çünki mən bir dənə burada XOH-ın qabağına 2 qoysam, reaksiyanın tamamlanmış olacaq. Niyə? Ümumiyyətlə necə əmsallaşdırırıq? Sağ və sol tərəflərindən baxırıq reaksiyanın. Yəni baxın bu hissəsi ilə bu hissəsinə baxırıq. Sağ və sol tərəfdəki elementlərin sayı eyni olmalıdır. Yəni məsələn, sağ tərəfdə 2 dənə x varsa, sol tərəfdə 2 dənə x olmalıdır. Sağ tərəfdə 1 y varsa, sol tərəfdə 1 dənə y olmalıdır. Hidrogenlərin sayına baxaq. Sağ tərəfdə 2 dənə hidrogendir, sol tərəfdə neçədir? Baxın qabağına 2 yazdığıma görə artıq 2 oldu. Son olaraq da həmişə bütün elementləri tapın, ən sonda oksigenləri sayın. Əgər oksigenlərin sayı düzdürsə, deməli reaksiyanın doğru əmsallaşdırmısınız. Sağ tərəfə baxıram ki, 4 dənə X2 YO4-dədir və bir dənə də sudadır. Yəni 5 dənə oksigen sağ tərəfdədir. Sol tərəfə baxıram, 3 dənə YO3-dədir, 2 dənə də XOH-dadır, 5 dənə də buradadır. Deməli reaksiyam doğru əmsallaşdırılıb. Reaksiyanı əmsallaşdırdıq və mənə nə deyir? Aha, bunu qeyd eləyək. Mənə verib ki, YO3 baxın m qramdır. YO3-ün üzərinə yazıram m. Yəni bu m qramdır. XOH nə qədər verib? Bunu da m verib. Deməli burada yazıram. Bu da m qramdır. X2 YO4-ün kütləsini verib 28,4 qram. Suyun da kütləsini verib 3,6 qram. İndi mən belə bir şey eləyəcəm. Məndən YO3 və XOH-ın emellərin soruşduğuna görə mən bunların emellərini tapmalıyam. Onda belə bir şey deyə bilərəm. YO3-a bir x deyirəm. XOH-a da bir y demirəm. Çünki qarşısında 2 var. Ona görə 2y deyəcəm. İndi isə tənasüblə həm YO3-ü, həm də XOH-ın molyar kütlələrini tapacağam. Necə tapacağam? İlk öncə buradan m-i tapmalıyam. M-i necə tapırıq? Təbii ki, sağ və sol tərəfdəki əmsallar, yəni elementlərin sayı bərabər olmalı olduğu kimi, mütləq və mütləq sağ və sol tərəfdəki maddələrin cəmi də bir-birinə bərabər olmalıdır. Yəni, nə demək istəyirəm? M plus m bərabər olmalıdır 28,4 plus 3,6-ya. Bu eləyəcək 32, 2m bərabər olacaq 32-yə, m-i də buradan tapacam 16. Onda reaksiyamdakı həmin bu m-ləri silərəm. Artıq çünki m-i tapmışam. Və həmin bu 16-nı gətirib burada yerinə yazaram. Bu hissəni silirəm, artıq m-in tapılmasını silirəm. Və indi mən təbii ki, burada tənasübdən istifadə edəcəm. Gəlin birinci YO3 tapaq, sonra isə XOH taparıq. Başlayıram YO3-dən. YO3 tapaq birinci. Necə tapırıq? Tənasüb qururuq. 16-ya, əgər 16 qramla bunun, m 16 idi çünki, 3,6 qram su alınırsa, baxın belə baxıram, 16-ya 3,6 alınırsa, suyun 1 mol nə qədərdir? 18 qram. Axı 1 mol alınıb, qarşısında heç bir şey yoxdur, demişdik ki 1-dir. Onda bu 18 olandı, bu nə qədər imiş? Baxın, x imiş. Deməli, bunu həll eləyirəm. Hər iki tərəfi 10-a vururam, burada qalır 36, 18, sonra hər tərəfi 18-ə bölürəm, 12, bunlar da gedir, qalır 8, x-i tapıram 80 qram. Deməli, YO3-üm nə qədər oldu? 80 qram. Ya B variantıdır, ya da C variantıdır. Sonra keçirəm XOH-a. Bunu silək. XOH-da da yenə də eyni cür yazıram. 16 qrama 3,6 alınırsa, yəni su ilə getmək. Ümumiyyətlə bu tip suallarda su ilə getmək ən doğrusudur. Bəs 18 qram suya nə qədərdir? Y yox, 2y. Çünki qarşısında 2 mol var. Yəni bu şəkildədir. Deməli, bu da olacaq 2y. Yenə burada hər tərəfi 10-a vururam. 18-ə bölürəm. Bunlar gedər qalar 8. Bunun ilə də bu gedər qalar 4. Y-i də tapıram buradan 40. Deməli 80 və 40. Doğru cavab olacaq B variantı. Keçək 56-cı suala. 56-cı sualda bu sualın eynisidir. Ona görə buraları siləcəm, reaksiyanı saxlayacağam. Deməli, bunları silirəm. Aha. Yenə təbii ki, əmsallaşdırmağı dedim bayaq sizə, yəni bura 2 düşdü. XOH-ın qarşısına 2 düşdü.
Baxın, gördüyünüz kimi yəni reaksiya eynidir. Sonra mənə deyir ki, YO3 m qramdır. Dedik ki, bu m-dir. XOH da m-dir. X2 YO4 14,2 qramdır. Su isə 1,8 qramdır. Digərlərinə bayaq nə demişdi? Buna bir x dedim, buna da bir 2y dedim. Bu da dedim ki, özü 18 qramdır. Aha, gəlin indi yenə də bizdən YO3-lə XOH-ın molyar kütlələrini soruşur. Gəlin bir-bir tapaq. İlk öncə 2m-i, yəni m plus m-i ya da gəlin aydın yazaq. M plus m-i bərabər elədim burada 14,2 plus 1,8-a. Yəni m plus m-i bərabər elədim 16-ya. 2m 16-dırsa, m də buradan eləyir 8. Deməli, m tapdım 8 qram. M-ləri silirəm, yerinə yazıram 8. Sonra da təbii ki, hər iki maddə üçün ayrı-ayrı tənasüb quracam. Birinci YO3 maddəsi üçün qururam. Əgər 8 qramdan, dedim ki, su ilə gedirik. Əgər 8-dən 1,8 qram su alınırdısa, bəs X-a da 18 qram su alınacaq. Hər tərəfi 10-a vururam. Burada qalır 10 və X-i də tapıram buradan 80 qram. Deməli, X-imizi tapdıq 80. Sonra isə baxıram digər maddəmizə XOH-a. XOH-da da 8-ə əgər 1,8 qram su alınıbsa, 2Y-ə də 18 alınacaq. Yenə 10-a vururam. Bunlar gedər. Burada qalar 80. Bu da gedər 4. Y-i də taparam buradan 40. Deməli, 80-40 doğru variant olacaq. D variantı. Keçək 57-ci suala. Aha, 57-ci sualda deyilir ki, bunu biraz çəkəm. Aha. 57-ci sualda deyilir ki, X və Y-dən ibarət 3 birləşmədə X-in kütləsinin Y-in kütləsinə, baxın, X-in kütləsinin Y-in kütləsinə nisbəti qrafikdəki kimidir. Birləşmələrdə X-in kütlə payının azalma sırasını göstərin. Gəlin baxaq. Deməli, birincidə MX-im 7-dir, MY-im 2-dir. Yəni, bir dənə, belə deyək, birləşmədir. Orada 7 qram X var, 2 qram Y var. Belə düşünün. Məsələn deyirəm, yəni tutaq ki, məsələn bu XY maddəsidir. 7 qram X-dir, 7 qram, daha doğrusu 2 qram Y-dir. Məsələn. Yəni bunu təbii ki, nümunə olaraq yazdım. Burada amma baxın, ikisində də 7-dir, amma ən sonuncuda 21-dir. Ona görə mənə ümumiyyətlə rahat olması üçün indidən bunların ikisini də 21-ə gətirirəm. MX-i də, MY-i də. Deməli, bunu gətirsəm əgər, bu olacaq 21. Təbii ki, bunu 3-ə vururamsa, aşağısını da vururam. 2-ni 3-ə vururam, bu da eləyir 6. Digərini də çəkirəm. Bunu da 21. Aşağısını da 3-ə vursam, olacaq 9. Bu isə onsuz da 21 halındadır. Yəni, bunlara artıq baxmaya bilərik. Bizə lazımdır ki, bunları müqayisə edək və azalma sırasını təyin edək. X-in kütlə payı. Baxıram ki, deməli, bunların hamısında X 21-dir. Artıq bunlar bərabərləşdi. X-in sayı, miqdarı eynidir. Onda Y-ə baxıram. Birində 6-dır, birində 9-dur, birində isə 8-dir. Biz bilirik ki, təbii ki, bir maddədə bir dənə elementin əgər miqdarı azsa, digərinki daha çoxdur. Təbii ki, əgər birinin miqdarı azdırsa, onun kütlə payı azdır, digərininki çoxdur. Yəni, təbii ki, burada əgər Y azdırsa, yəni 6-dırsa, X-in kütlə payı daha çoxdur. Burada, məsələn, 8-dirsə, 21-dirsə, təbii ki, artıq X-in burada müəyyən qədər kütlə payı var. Yəni, nə demək istəyirəm? Bu birinci qrafikimiz idi, bu da ikinci qrafikimiz idi. Təbii ki, birinci qrafikdə X-in kütlə payı böyük olacaq üçüncü qrafikdəkindən, o da böyük olacaq ikinci qrafikdəkindən. Çünki birincidə 6, Y-in deməli qramı ən azdır, sonra 8-dir, sonra isə 9-dur. Yəni, Y-in artma sırasına görə baxıram. Doğru cavab olacaq D variantı. Deməli, 58-ci suala baxırıq. Bizə bir reaksiya verib, 2 mol SO2 üstəgələk oksigen alınır 2 mol SO3. Başlanğıc maddələrin mol sayını verib, artıq qalan maddəni və artıq qalan maddənin mol sayını verib. Gəlin birinci reaksiyanı qeyd edək. 2 mol SO2 plus oksigen alınır 2 mol SO3. Deməli, normalda bu reaksiya necə gedir? Normalda bu reaksiya 2-nin 1-ə gedir.
Çünki SO2 2 moldur, oksigen isə 1 moldur. Amma mənə deyir ki, başlanğıc maddələrin mol sayını sənə A ilə B verəcək. Yəni buna uyğun reaksiyaları yazacağıq. Başlayaq birincidən. İndi A ilə B-ni silirəm, çünki artıq mənə A ilə B-nin yerinə rəqəmlər verəcək. Başlayaq 1-dən. A-nı burada 4 verib, B-ni isə 3 verib. Yəni A-nın yerinə 4 yazıram, B-nin yerinə 3 yazıram. Bu 2-nin biridirsə, bunu 4-ə gətirsək, 4-ün 2 olacaq, düzdür? Yəni artıq buna baxmıram. 4 mol lazım idi, 4 mol da SO2 girdi. Yəni bunlar ikisi də sərf olundu. Buradan amma 2 mol oksigen lazım idi, amma 3 mol oksigen verilib şərtdə. Deməli 3-dən 2-ni çıxıram, qalır burada 1 mol oksigen. Deməli 1 mol oksigen artıq qalacaq. Amma mənə burada baxın SO2 1 mol düz verib, amma SO2 verib. Bu isə oksigen olmalı idi, deməli bu yanlışdır. Keçirəm ikinciyə. İkincidə də yenə deməli, ikincidə də təbii ki, reaksiyamız yenə 2-nin 1-ə gedəcək, amma A ilə B-ni artıq baxın başqa fərqli rəqəmlər verib. A-nı 3 verib, B-ni isə 4 verib. Yenə aşağını gəlin 3-ə gətirək. 3-ə gətirəndə 2-ni nəyə vurdum? 1,5-ə. Deməli 1-i də 1,5-ə vuracam, bu eləyəcək 1,5. SO2 3 mol lazım idi, 3 mol da girdi. Sərf olundu tam. Oksigenden 1,5 lazım idi, amma 4 girib reaksiyaya. Yəni yuxarıda verilənlər reaksiyaya girənlərdir. Aşağıda yazdıqlarım isə reaksiya üçün lazım olanlardır. 4-dən çıxıram 1,5, tapıram ki 2,5 mol artıq qalıb. Nə? Oksigen. 2,5 mol, bəli, oksigen artıq qalıb. Bu isə doğrudur. 2-ni götürürəm. Üçüncüyə baxıram. Deməli, üçüncüdə isə yenə 2-nin 1-ə gedir reaksiya. Bunları silək. Aha. 5 verib A-nı, B-ni də 2 verib. A-nın yerinə 5 yazıram, B-nin yerinə 2 yazıram. Gəlin bunları 4-ə gətirək. Bunu 4-ə gətirdiyimiz zaman bu 4 olur, çünki 2-yə vururam. 1-i də 2-yə vururam, burada qalır 2. Baxın, 2-lər ikisi sərf olunur. Bu dəfə oksigenlər tam sərf olunur. Amma burada 4 mol SO2 lazım idi reaksiyanın getməsi üçün, amma mənə burada 5 verib. Onu da 5-dən 4 çıxaram. 1 mol nə artıq qalacaq? Bu dəfə SO2 artıq qalacaq. Bəli, 1 mol SO2 artıq qalır. Bu da doğrudur. Deməli, doğru cavab olacaq 2, 3, C variantı. Keçək 59-cu suala. Aha, 59-cu sual da 58-ci suala oxşuyur. Sadəcə yenə burada, yəni eyni sual demək olar ki, ona görə bu reaksiyanı saxlayıram. Yenə 2-nin 1-ə gedir təbii ki reaksiyamız. Başlayaq birincidən. A-nı mənə 2 verib. Yenə baxın, A ilə B eyni şeydir, ona görə demirəm. A-nı deməli 2 verib, B-ni 6 verib. Gəlin baxaq. A 2, B 6 veribsə, elə bu da 2 ilə 1 donsda. Artıq nəyəsə gətirməyə ehtiyac yoxdur. İkisindən də 2 mol girdiyinə görə tamamilə sərf olunacaq. Amma oksigen mənə 1 mol lazım idi, amma 6 mol reaksiyaya girib. Deməli 6-dan 1 çıxaram. Deməli 5 mol oksigen artıq qalacaq. Deməli 5 mol oksigen, bəli, 1 olacaq, doğru. Baxaq ikinciyə. Bunları silirəm. Bir dəqiqə. Aha. Baxaq ikinciyə. İkincidə A ilə B-ni mənə 3 ilə 5 verib. Mən amma bilirəm ki, reaksiya 2-nin 1-ə gedir. Onda hər ikisi bunu 3-ə gətirərəm. 2-ni nəyə vuranda 3 eləyir? 1,5-ə. Deməli 1-i də 1,5-ə vururam. Bu da eləyir 1,5. 3 mol lazım idi. 3 mol girdi. Tamamilə sərf olundu. Bundan 1,5 lazım idi, amma 5 mol reaksiyaya girib. Onu da 5-dən çıxaram 1,5-i. Qalar 3,5 mol oksigen. Bəli, 3,5 mol oksigen. Bu da doğrudur. 2-ni də götürürəm. Üçüncüyə baxıram son olaraq. Deməli, bunları silək. Bu oksigen hər dəfə silinir. Deməli. Üçüncüdə də mənə A ilə B-ni 6 verib, A-nı 6 verib, B-ni 4 verib. Təbii ki, bunu 6-ya gətirəcəm. Bunu 6-ya gətirəndə 3-ə vururam 6. Bunu da 3-ə vurursam, bu da olacaq 3. 6 mol lazım idi, 6 mol girdi. İkisi də sərf olundu. Bundan isə 3 mol lazım idi, amma 4 mol götürüldü. Deməli, 4-dən 3 çıxaram, qalar 1 mol oksigen. 1 mol düz verilib, amma SO2 yox, burada oksigen olmalı idi. Ona görə bu yanlışdır. Doğru cavab olacaq 1, 2, yəni D variantı. Baxaq 60-cı suala. Bu tipli suallar hardasa var idi, yəni bundan əvvəlki suallarda. Deyir, hansı ifadələr doğru deyil? Deməli, birinci mənə verib AB2. Ümumiyyətlə, belə eləyəcəm mən. Bu ifadələrin, bu fikirlərin, mülahisələrin hamısına baxacam.
Plus minuslarını qoyacağam, hansı düzdür, hansı doğru deyil və axırda minusları seçəcəm. Çünki mənə şərtdə deyil deyir. Ümumiyyətlə imtahanda bu cür eləməyinizi məsləhət görürəm. Çünki yəni qarışdıra bilərsiniz, o çaşqınlıq olmasın. Deməli birinci maddəni mənə nə verib? A, B 2 verib. Və mənə baxın, birincidən gəlin baxaq. A 3,5 qramda, B isə 8. Yəni A-nı mənə 3,5 qram verib, B-ni isə 8. A burada nə qədərdir? AB2 birləşməsində. A bir dənədir. Deməli, bir dənə A-nın emeri aşağıda qeyd eləyirəm. Emer A nə qədər imiş? 3,5. Digəri B-yə baxsaq. Daha doğrusu, emer yox, burada olmalıydı. Air. Çünki bilirik ki, emer bir maddənin kütləsidir, amma air bir dənə elementin kütləsidir. Aha, indi B-yə baxaq. B2 isə 8 qramdırsa, deməli mən burada air B-ni necə taparam? 2B 8-dirsə, təbii ki 1B-də olacaq 4 qram. Deməli, bunun da airini tapdım 4. Artıq mənim birinci ilə işim bitdi. İndi keçirəm ikinci ilə üçüncüyə. Ya da birinci, yəni 5-ci, 6-cı da lazım olacaq. Gəlin silməyək. Bunu hələlik silməyək. Aha. İndi ikinci ilə üçüncünü tapmalıyam. Deməli, başlayıram ikincidən. İkincidə mənim nə qədər B-m var. Baxın, burada B-dir, MB-dir. Bu isə MA-dır. Nə qədər B var? 4 qram. Nə qədər A var? Gəlin bunu görün. Buranı silim ki, siz görəsiniz. Deməli, baxın, B-si nə qədərdir? Buradan başlayır. Aha. B-si 4 qramdır. A-sı isə 3,5 qramdır. Gəlir, baxın, 2-də kəsişir. Dedim ki, A özü 3,5 qramdır. Deməli, əgər burada da 3,5 qram varsa, deməli, bunun da elə maddənin özündə bir dənə A var. B-si nə qədərdir? Baxın, burada verib 4 qram. Elə B-nin biri də nə qədərdir? 4 qram. Deməli, ikinci maddə AB-dir. Üçüncü maddəyə baxıram. Üçüncü maddəndə gəlin, bunu silək. Üçüncü maddəyə də baxaq. Üçüncü maddədə də baxın, gəlir, A-sı 7 qramdır. Burası B-si isə 4 qramdır. Baxın, burada kəsişəcək. B-si 4 qramdırsa, demişdi elə B-nin biri 4 qramdır, olacaq B. A-sı da 7 qramdır. A-nın biri nə qədər idi? 3,5 qram. Deməli, A 2B-dir ki, deməli 7 qramdır. İndi gəlin bir-bir mülasirələrə baxaq. 2 birləşməsi 2B A2B-dir. 2 birləşməsi xeyr, AB-dir, yanlışdır. 3 birləşməsi A2B-dir, bəli, 3 birləşməsi A2B-dir. İkinci birləşmə AB-dir, bəli, ikinci birləşmə AB-dir. Üçüncü birləşmə A2B, üstü xeyr, A2B-dir. İndi baxıram 5 ilə 6-ya. Bunu gəlin silək. Fikriniz qarışmasın, bunu da silirəm, bunları da silirəm. Sadəcə maddələrimiz qalsın. Aha. A-nın kütlə payı 3-cü birləşmədə, yəni bu birləşmədə birinci və ikinci birləşmələrindəkindən daha çoxdur. Baxın, burada A-nın kütlə payı, deməli 2 dənə A var 3-cü birləşmədə, amma bir dənə B var. Burada bir dənə A, bir dənə B var. Yəni 50% bunundur. 50% bunundur. Təbii ki, mən emirlərimi bilmirəm. Yəni məsələn deyirəm də nümunə olaraq. Burada da yəni B daha çoxdursa, təbii ki, A daha azdır. Amma burada ən çox A burdadır. Baxın, B-si də bir dənədir, azdır. Deməli, bəli, 3 daha çoxdur. B-nin kütlə payı 2 birləşməsində 1 və 3-ün birləşməsindən daha azdır. Gəlin baxaq. İkinci birləşmədə 1 və 3-dən daha azdır. 2-də nə qədərdir B? Bir dənə. Bəs nə qədərdir A? Bir dənə A-dır. 3-dən 2-yə də gəlin baxaq. B bir dənədir, amma 2 dənə A var. Deməli, ən az bunda olacaq. Ən az 3-də olacaq. Çünki A daha çoxdur, B isə elə bir dənədir. Burada isə A bir dənədir, B bir dənədirsə, təbii ki, B-yə daha çox qalacaq. Ona görə 2 3-dən elə heç 1-ə baxmaq ehtiyac olmadı. 2 3-dən azdır, yanlışdır. Təbii ki, 1-ə də baxsaq, A bir dənədir, B isə 2 dənədirsə, B-inki daha çox olacaq. Yəni, bəli, 2 1-dən az olacaq, amma 3-dən az deyil. Mənə də deyirdi ki, hansı ifadələr doğru deyil, yəni yanlış onları seçirəm. 1, 4 və 6. 1, 4, 6. Keçək 61-ci suala. A mol argentium 2SO4, B mol natrium 2SO4.
C-mol kuprum SO4-dən ibarət duzlar qarışığında metalların ümumi kütlə payı 40%-dir. Aha, yazıram bunu. A-mol argentium 2 SO4, B-mol natrium 2 SO4 və C-mol kuprum SO4. Deyir ki, buradakı metalların, baxın bu hissənin kütlə payı 40%-dir. Baba buranın, metallar burada da düzdür. Bunu da götürürəm, buranı da götürürəm. Bura nə qədərdir? 40%-dir. Ümumi də bunlar 100%-dir axı. Deməli, bu hissəyə də qalır 60%. Deməli, 60% nəyi təşkil edir? Kükürdü və bir də oksigenləri. Deyir ki, qarşıdakı kükürd və oksigenin kütlə payları üçün nə doğrudur? Ümumiyyətlə, gəlin SO4-ə baxaq. SO4-də kükürd bir dənədir. Bir dənə kükürdün ayırı nə qədərdir? Baxın, burada verilib 32. Bəs oksigenin kütləsinin ayırı nə qədərdir? 16. Amma bunun indeksi var. 16-nı vururam 4-də, eləyir 64. Düzdür? 64. Yəni, bunları da ixtisar aparsam, burada qalar 1, burada qalar 2. Amma mən burada SO4-ün neçə mol olduğunu bilmirəm. Çünki birincidə baxın A-mol SO4 var, ikincidə B-mol SO4, üçüncüdə C-mol SO4. Ona görə bura 1, 2 deyə bilmərəm. Buna 1x deyirəm. Buna 1x deyirəm. Buna da 1, 2x deyirəm. Yəni 1 və 2-yə uyğun olaraq buna x dedim, buna da 2x dedim. Və mən bilirəm ki, x ilə 2x-in cəmi nə idi? 60% verirdi. 3x 60-dır, x də 20-dir. X 20-dirsə, deməli kükürd 20-dir. Oksigen də 2x idi axı. Onda olacaq 40. Variantda da axtarıram. Deməli, omega 20%-dir, 3 və omega 40%-dir, bir də 6. Doğru cavab olacaq 3, 6. 62-yə baxıram. Baxaq 62-yə. 62 də elə bunun eynisidir. Burada sadəcə SO3 deyir. A-mol kalium 2 SO3, B-mol natrium 2 SO3, C-mol kalsium SO3. İbarət duzlar qarışığında metalların ümumi kütlə faizi 40%-dir. Deməli, metalların ümumi kütlə faizini, yəni bu hissəni, metallar olan hissəni mənə verib 40%. Onda digər hissəyə nə qalır? Təbii ki, qalır 60%. Yenə də bayaq kimi kükürd və oksigenin kütlə paylarını soruşur. Deməli, dediyim kimi SO3-də birinci kütlələri gəlin tapaq. Kükürd nə qədərdir? Bir dənədir. Bir dənə də kükürdün ayırı 32-dir. Oksigen isə 3 dənədir. Bir dənəsi ki 16 idisə 16-nı vuracam 3-ə, tapacam ki oksigenin kütləsi 48-dir. Deməli, gəlin bunları 4-ə ya da 8-ə gəlin ixtisar aparaq. Burada qalır 4, burada qalır 6. Elə bunlar da ixtisar gedir. 2 olur və 3 olur. Dediyimiz kimi burada A moldu, burada B moldu, burada C moldu. Ona görə 2 və 3 deyə bilmərəm. Buna 2x deyirəm, buna 3x deyirəm. Kükürd oldu 2x, oksigen oldu 3x. Mən də bilirəm ki, 2x ilə 3x-in cəmi mənə nəyi verir? 60%. Yəni, burada 5x-i bərabər eləyərəm 60-a, x-də taparam 12. X-i 12 tapdım. Axı 2x nə idi? Baxın, burada qeyd edirəm. 2x kükürdü idi. 3x də oksigen idi. İkisi daxil mən buradan 12 tapmışam. Gətirib yerinə qoyuram. 2 vur 12 eləyəcək 24%. 12 vur 3 bu da eləyəcək 36%. Deməli, kükürd 24, oksigen 36. Kükürd 24, 1 və oksigen 36, bu da 5. Doğru cavab olacaq 1, 5. Baxaq 63-cü suala. Bunu silirəm. Kuprum oksid verilib bizə və deyir ki, bu birləşmədə misin kütlə payını hesablayın. Təbii ki, çox asan bir sualdır. Kuprum 64 qramdır, ayrı, elə bir dənədir kuprum və bir dənə oksigen neçə qramdır? 16 qramdır. Təbii ki, bunları toplayacağım. 80 qram bunun ümumi emeridir bu maddənin. 80 təbii ki, 100%-dir, ümumidir. Mis nə qədərdir dedim? 64. Deməli, 64-ü də buradan x% olaraq tapıram. Bunlar gedir, bunlar da gedir. Qalır burada 8, x oldu 80%. 80. Təbii ki, istəyənlər bunu düstur üsulu ilə də yaza bilər. Onu da deyirəm. Deməli, düstur üsulu, yəni omeqanın düsturu ilə yazdırıq. M bölünsün məhlul, vurulsun 100%. M-miz nə qədərdir? M-miz 64-dür, yəni kuprumdur. Məhlulumuz isə ümumi olandır, yəni 80-dir, vur 100%.
Bununla da 80 cavabını ala bilərsiniz. Keçirəm 64-cü suala. 64-cü sualda bizə bir dənə birləşmə verib. Alüminium 2S3. Deyir ki, bu birləşmədə kükürdün kütlə payını hesablayın. Təbii ki, çox asandır. Alüminiumun ayırı 27-dir, amma indeksində 2 var, 2-yə vururam. Üstə gəl, bu alüminiumdur. Kükürdün də biri 32 qramdır, şərtdə verilib. Bunu da vururam 3-ə. Deməli, bu eləyəcək 54, bu da eləyəcək 96. Ümumi olacaq bu 9, 5, 15, 150. Deməli, 150 100%-dir. Bəs məndən nəyi soruşurdu? Kükürdün kütlə payını soruşurdu. 32-də x%. Bunlar gedər. 320-də 15-ə bölərəm. Amma 320 15-ə tam bölünmür. Bir dəqiqə nəyi səhv elədik? Aha, burada baxın 32 yazmışıq, amma 32 deyil. Çünki məndən buradan kükürdün kütlə payını soruşur. Amma kükürd, baxın burada 96 qramdır, 32 deyil. Aha, burada səhv eləmişik. Bunu düzəldək. Deməli, burada olacaq 96-ya x% olacaq. Aha, indi bunlar gedəcək. X-də də burada 960-ı böləcəm 15-ə. Bu da neçə eləyir? Aha, 64 eləyir. Deməli, x-imiz oldu 64. Cavabımız oldu 64. Və bir də onu qeyd edeyim ki, təbii ki, siz bunu bayaq dediyim omeqanın düsturu ilə də yaza bilərsiniz. Orada da 96-nı, yəni tapdığınız m-i böləcəydiniz ümumiyə 150-yə və bunu da vuracaqdınız 100-ə, yenə eləyəcəkdi 64. Sadəcə mənim üçün tənasib üsulu daha rahat olduğuna görə bununla edirəm. Baxaq 65-ə. CN H4ON belə bir birləşmə verib. H4N ON. Deyir, bu birləşmədə hidrogenin kütlə payını hesablayın. Bunun ümumisi nə qədərdir? Baxın, karbon özü ayrı nədir? 12. İndeksinə vurmurduq. Həmişə yenə normal qaydada vururuq. N-dir. Olacaq 12N plus hidrogenin biri nə qədərdir? 1-dir. Amma indeksində 4N var. 1-i vururam 4-ünə, olur 4N. Oksigenin də ayrı 16-dır. İndeksində N var. 16-nı N-ə vururam, olur 16N. Bunlar toplasam neçə eləyər? 20, 12, 32N. 32N bunun 100%-idir. Bəs mən tapmaq istəyirəm ki, hidrogenin kütlə payı. Hidrogen baxın nə qədər idi? 4N. 4N də x% olacaq. Bunlar gedəcək, bunlar gedəcək. Burada qalacaq 8. 100-ü də 8-ə bölürük. 100-ü də 8-ə böləndə eləyəcək 12,5. Deməli, doğru cavab olacaq 12,5. Davam edirəm 66-cı sualla. Mənə metal verib kalsium. Baxın, metalın qramını verib 20 qram. N atom bunlar deməli ikisi eynidir. Natrium isə qramını verib x qram. Mənə deyir ki, x-i hesabla. Baxın, aşağıda da bizə ayır kalsiumu verib. Yəni, normalda kalsium 40 qramdır. Amma mənə nə qədər verib şərtdə? 20 qram. Deməli, bu 0,5 moldur. Çünki əgər bunun 1 molu 40 qramdırsa, 20 qram neçə moldur? X. Bunlar gedir. Burada qalır. 2x-i tapıram ki, 0,5 moldur. Deməli, n-imiz 0,5 moldur. Axı, bunlar ikisi də n-dir. Deməli, bu da 0,5-dir. Yəni, eynidir. Bəs natriumun 1 molu neçə qramdır? 23. Əgər 1 molu 23 qramdırsa, mən tapmalıyım ki, baxın 0,5-i x qram. Bu da bərabər olacaq 11,5-ə. Deməli, x-imizi tapdıq 11,5 qram. Davam eləyək 67-ci sualla. 67-də də yenə eynisidir. Baxın, 20-dirsə, burada 40 verib. 40-ın, deməli, 20-40-ın yarısıdır. Deməli, olacaq 0,5. Bunlar eynidir. Bu da olacaq 0,5. Magneziumun biri 24-dürsə, 24-ün də 0,5-i. Yəni, əgər 1 molu 24 qramdırsa, 0,5 molu x-dir. Bunu da tapacam buradan 12 qram. Deməli, doğru cavab olacaq 12. Davam edirəm 68. Aha, keçək 68-ci suala. Mənə deyir 27,9 qram alüminium 2SO4 vurulsun x mol su. Deməli, bu kristal hidrat məsələsidir. Bu tip məsələlər imtahanda da çox düşür. 10,8 qram su alıbsa x-i hesablayın. Deməli, bunun ümumi kütləsini mənə verib 27,9 qram və bunun deyir ki, mənə 10,8 qramı sudur. Onda avtomatik mən 27,9-dan 10,8-i çıxaram. Taparam ki, 17,1 qram. Bunun alüminium 2SO4 3-üdür. Deməli, bir dəqiqə. Aha, bunu da tapdım. Alüminium 2SO4 3-ü tapdım ki, 17,1 qramdır. Suyu da tapdım ki, 10,8 qram. Daha doğrusu özü şərtdə vermişdim. Onda belə bir tənasüb qıra bilərəm. Bunları silirəm.
Bunu da silək. Aha, belə bir tənasüb qururam. Əgər 17,1 qram alüminium KSO4 3 parçalananda özü verib. Yəni mən 27,9-dan çıxdım 10,8 alüminium KSO4 3-ü tapdım. Parçalananda, daha doğrusu qızdırıldıqda 10,8 qram su alınıbsa, axı bu maddənin özündə də 1 moldur alüminium KSO4. Baxın bunu bilmirəm, x qramdır, amma bu 1 moldur. 1 mol alüminium KSO4 üçün də MÖR-ün mənə verib nə qədər? 342. 342 qram alüminium KSO4 3-dən 18x su alınır. Çünki suyun özünün kütləsi 18-dir. Qarşısında da bunun x-i var deyənə x-a vururam, olur 18x. Çünki bura kütləsini yazmalıyam da. Burada axı kütləsini yazmışam bura. X yazsam əgər mən bura molun yazmış olacam. Kütlə altından kütlə yazılmalıdır. Yəni siz burada tənasübdə, burada 17,1-in yerinə 27,9 yaza bilmərsiniz. Çünki 27,9 ümumi baxın bu kristal hidratın kütləsidir. Axı bu kristal hidratın tərkibində su da var. Mütləq və mütləq o suyu çıxmalıyıq. O suyu da çıxdığımız zaman 17,1, yəni alüminium KSO4 üçün öz kütləsini tapırıq. Buradan sıfırları, deməli, vergülləri apararam. Burada qalar 2. Bunlar gedər, qalar 9. 108-i də deməli 9-a bölürəm. Bu da eləyəcək 12. Deməli, x-imizi tapdıq 12. Doğru cavab 12. Keçirəm 69-cu suala. Bunu silim buradan. Bir dəqiqə. Aha, bunu silək. Fikrinizi yayındırmazsan. Buranı da pozuram. Baxaq 69-a. Burada da yenə mənə bir kristal hidrat verib. Kristal hidrat məsələlərində mütləq və mütləq içindəki saf maddənin kütləsini tapmalısınız. Bunu da sizə deyim. Ümumilikdə 9,4 qram verib. Suyu isə deyir ki, yox, su demir. Aha, baxın, bu sual biraz fərqlidir. Su demir. Burada artıq natrium yodid alınmışsa 7,5 qram natrium yodidin kütləsidir. Bu dəfə çıxıb suyu tapacam. Təbii ki, 9,4-dən çıxıram 7,5-ə. Bu eləyir 1,8 qram su. Qeyd edirəm burada natrium yodidin kütləsini tapdım 7,5. Suyun da kütləsini tapdım 1,8. Artıq bunları silə bilərəm. İndi mənə deyir ki, x-i hesablayın yenə bayaqki kimi. Bilirəm ki, 7,5 qramdan 1,8 alınır. Bəs normalda natrium yodid axı burada 1 moldur. 1 molunun kütləsi MR nə qədərdir? 150. Bəs 150-dən su özü 18 qramdır. Qarşısındakinə vururam, 18x alınır. Sıfırlar, vergülləri hər tərəfdən aparıram. Bunlar gedər, qalar burada x. Bunlar da gedər, qalar buradan x bərabərdir 2. Deməli, x-i tapdım. 2. Yəni, çox sadə suallardır. Sadəcə olaraq bilməlisiniz ki, kristal hidrat sözü gördünüzsə, mütləq və mütləq buradan, yəni 9,4-ü heç vaxt bura yaza bilməzsiniz. 9,4 yazılsa tamamilə yanlış olar. Mütləq və mütləq duz veribsə, duzu çıxıb suyu tapırsan, su veribsə, suyu çıxıb duzu tapırsan. Mütləq. Aha, baxırıq 70-ci suala. Baxın, 70-ci sualda bizə verib Y mol sayı 0,1, Y2S5-in də kütləsi 11,1 qram, Y2S5. Deməli, bizə demək istəyir ki, 11,1 qram Y2S5 birləşməsində 0,1 mol nə var? Y var. Axı, mənim verilən birləşməmdə 2 dənə Y var. Onda mən tapmaq istəyirəm ki, əgər 0,1 Y-ə 11,1 qram imişsə, Y2S5, bəs 2Y-də nə qədər olar? Bura A da yaza bilərsiniz və yaxud da mən A yazmağı, yəni A yazanda düşünürəm ki, daha uzun gedir. Ona görə ümumən, yəni tək bir tənasüblə həll eləyəcəm. Burada Y2S5-in kütləsini necə tapa bilərəm? İçini vuraram Y-ə eləyər 2Y, çünki Y-in MR-in bilmirəm, A-yerini bilmirəm. Amma cükürdə bilirəm ki, baxın, burada verilib 32-dir. 32-ni vuraram 5-ə indeksinə. 32-ni də 5-ə vuranda eləyəcək 160. 2Y plus 160 bunun ümumi kütləsi olacaq, MR olacaq. Yəni, bura 2Y plus 160 yazıram. Bir daha deyirəm. Deməli, əgər 0,1 Y-ə, yəni əgər belə deyim, 11,1 qram Y2S5 birləşməsində 11,1 qram, daha doğrusu 11,1 mol Y varsa, onda 2Y plus 160 qram Y2S5 birləşməsində də 2 dənə Y var.
Gəlin bunları həll eləyək. Vergülləri hər tərəfdən atıram. 2y plus 160 buradan bərabər olur 222-yə. 2y də buradan bərabər olur 62-yə. Y də tapıram 31. Bizdən nəyi soruşurdu? Elə y-in nisbi atom kütləsini soruşur. Tapıram 31. Keçək 71-ci suala. A və B maddələri arasında gedən reaksiyanın qrafikinə əsasən AX, BY birləşməsində X plus Y cəmini hesablayın. Gəlin baxaq. A 100-dən neçəyə düşüb 88-ə. Deməli, A nədir? 100-dən çıxıram 88, 12 qramdır. Bəs B nədir? B də 100-dən düşüb neçəyə? 36-ya. 100-dən 36-nı çıxıram. Tapıram ki, B də 64 qramdır. Deməli, A 12 qramdır, B isə 64 qramdır. İndi mənə ayır A-nı baxın, burada verib 12. Mən necə tapdım 12? Deməli, elə bir dənə A var imiş. Bəs B-nin ayırı nə qədərdir? 32. Bəs mən necə tapdım? 64. Deməli, tapdığımı bölürəm öz ayırına. Tapıram ki, deməli 2 dənə də B var imiş. A, B, 2. Deməli, formulumuz budur. X, bura 1-dir təbii ki. Deməli, X-imiz 1-dir, Y-imiz də 2-dir. Cəmi də olacaq 3. Doğru cavab 3. Keçək 72-yə. 72-də deməli bizə bir maddə verib. Litium 3X. Burada deyir ki, X-in kütlə payı 40-dır. Bax, bu 40-dır. Təbii ki, ümumi 100 idi. 100-dən 40-a çıxanda qalacaq 60. Deməli, litium 3-ün də omegası olacaq 60%. X sözü deməli, X-in biz qramını bilmirik, amma litium bilirəm ki, 60%-dir. Və litiumun qramını bilirəm 7 qram. 7-ni vuraram 3-ə, taparam ki, litium burada 21 qram imiş. Onda bilirəm ki, 21 əgər 60%-sə, bəs 40% neçə qramdır? X qram. Bunlar gedər, 2-yə bölərəm 2, burada qalar 3, bunlar da gedir 7, X-i buradan tapıram 14 qram. Deməli, mənim ayır X-im nə qədər imiş? 14. Burada qeyd edirəm. Ayır X bərabərdir 14. İndi keçək, deməli buradan, yəni bunu bizə ona görə vermişdi ki, biz buradan X-in ayrını tapa bilək. İndi keçək ikinci maddəmizə. İkinci maddəmizdə gördüyümüz kimi ferium X maddəsidir. Feriumun kütləsi baxın burada 56-dır. Yəni 56 budur. Ayır X-i də bayaq tapdıq ki, 14 qramdır. Yəni ümumi bunlar 70 qramdır. Yəni ferium X-in ümumi kütləsi 70 qramdır. Mənə deyir Z-i müəyyən elə, yəni X-in kütlə payını müəyyən elə. X nə qədərdir? 14. Ümumi nə qədərdir? 70. Yəni 70 100%-dir. Bəs içindəki X, yəni 14 X%-dir. Bunlar gedər. X-i tapıram buradan 20. Yəni X deyəndə ki, bizə şərtdə Z verilmişdi. Gəlin ilə Z olaraq qeyd edək. Deməli, Z-imiz olacaq 20. Elə burada da Z yaza bilərik. Z-imiz olacaq 20. Doğru cavab 20. Baxıram 73-ə. Deməli, 73-ə deyilir ki, bizə maddə verilib, kuprum 2X maddəsi. Deyir, misin kütlə payı burada A-dır. Kuprum Y-də də misin kütlə payı burada da A-dır. Deməli, hər ikisində misin kütlə payı eynidir. Deməli, bunu tənasüb üsulu ilə də yaza bilərsiniz, amma burada yəni bizim bayaq dediyimiz düstur omega bərabərdir, M bölünsün, məhlul vur 100. Bunda yəni daha əlverişli olacaq, yəni daha az vaxtınız gedəcək. Ona görə gəlin onunla yazaq. M nə qədərdir burada? 60, kuprumuz nə qədərdir? Baxın 64, amma indeksində 2 varsa 64-ü vururam 2, eləyir 128. 128 bunun M-idir. Gəlin hətta bunu başqa rəngdə yazaq. M nə qədərdir? 128. Bəs məhlul nədir? Axı aşağıda məhlul yazmalıyıq. Məhlul isə 128 kuprum idi və bir də yanında X var. Olacaq 128 plus X və düsturumuzdakı 100. Kuprum Y-ə baxıram. Burada deməli M maddəmiz nə qədərdir? Bir dənə kuprum olduğuna görə bir dənə, yəni 64. Qeyd edeyim ki, burada bu M yerinə bizdən nəyi soruşursa onu yazırıq. Bizdən axı mis deyir. Deməli misi yazırıq. 64 böl, ümumi nə qədərdir? 64 və bir də Y var, plus Y, bu da vur 100. İndi bunu silirəm. Axı mənə şərtdə deyir ki, misin kütlə payı hər ikisində A-dır, yəni eynidir. Onda mən bunları bir-birinə bərabərləşdirə bilərəm. Yəni 128 böl 128 plus X vur 100-ü bərabər edirəm 64 bölünsün, 64 plus Y vurulsun 100-ə. Çünki deyir ki, çünki bu nədir? Burada tapdığımız misin kütlə payıdır. Burada da tapdığımız misin kütlə payıdır. Mənə də şərtdə deyir ki, hər ikisi A-dır, yəni bərabərdir. Bərabərləşdirdim. Yüzlər hər iki tərəfdən gedir. Burada bunları aparsam, qalar 2.
Onda 128 plus x bərabər olar 128 plus 2y. Bunlar da gedər. X-i buradan taparam neçə? X-i buradan taparam 2y. Aha, x-imizi tapdım 2y. Bizə də şərtdə x, y2 birləşməsində x-in kütlə payını soruşur. Aha, bunların hamısını artıq unuduruq. Yəni bizə lazım olan x bərabər 2y tapmaq idi. İndi isə məndən x, y2 birləşməsində x-in kütlə payını soruşur deyir. Yenə bayaqki düsturdan istifadə eləyəcəyik. Maddə böl məhlul vur 100%. Maddəmiz nədir? Maddəmiz misdir. Daha doğrusu x-dır. Niyə? Çünki x-in kütlə payını soruşur. X-dır. X nə idi? 2y. Baxın, burada tapmışıq. Hətta burada da gəlin qeyd edeyim. X bərabərdir 2y. X-imiz 2y-dir. Deməli, maddəmiz 2y-dir. Məhlulumuz nədir? Məhlulumuz dedik ki, bunların cəmi olacaq. Yəni, x 2y-dir. Plus daxı 2y burada var. Məhlul nə idi? Ümumi. Plus 2y olacaq 4y. Deməli, məhlul yerində yazıram. 4y vur 100%. Y-lər gedər, bunlar da gedər və qalar burada 50%. Deməli, cavabımız olacaq 50. Davam edirəm 74-cü sualla. Baxın, 74-cü sualda bunun eynisidir. Daha təkrar yazmıram. Eyni şeydir. Yəni, yenə də buradan x bərabərdir 2y yazırıq, tapırıq. Onsuz da bunlar, yəni, fərqi yoxdur da. Burada, yəni, bizə bunları təkcə bunu tapmaq üçün verib. Bunu da yazırıq. Ya da gəlin, bunun hamısını pozmuyum. Bir dəqiqə. Deməli, buranı pozuram. X bərabərdir 2y tapmışıq. İndi bizdən x, y2 birləşməsində elə bayaqçıdır. Sadəcə burada y-in kütlə payını soruşur. Y-in kütlə payını soruşursa, təbii ki, m yerinə nəyi yazırıq? Y-i yazırıq. Çünki bizdən nəyi soruşursa, dedik ki, maddə yerinə onu yazırıq. Y-i soruşduğuna görə nə qədərdir burada y? 2 dənə. Deməli, 2y böl məhlul. Məhlul nə qədərdir? X sözü 2y idi, plus 2 dənə də y burada var, yəni ümumi. Bu da eləyəcək 4y. Böl 4y vur 100%. Yenə də təbii ki, olacaq cavab 50%. Çünki onsuz da bayaqçında da əgər biz x-in kütlə payını 50 tapmışıqsa, təbii ki, y-in kütlə payı da 50 olacaq. Çünki maddəmiz ümumi 100-dür. Doğru cavab 50. Keçək 75-ci suala. Aha, baxaq 75-ci suala. Bizə maddə verib x2, y4 maddəsi və deyir ki, bunun kütləsi 8 qramdır. Sonra isə deyir ki, maddədə x-in kütləsi 6 qramdır. Baxın, bir dənə x-in kütləsi demir 6 qramdır. Maddədəki x-in kütləsi, yəni 2x-in kütləsi ümumilikdə 6 qramdır. Onda 8-dən çıxaram 6-nı, taparam ki, 2 qram mənim nəyimin kütləsidir? Y-imin kütləsidir. Mənə deyir ki, 52 qram x3, y8 almaq üçün neçə qram y lazımdır? Təbii ki, bunu tənasüblə həll edəcəm. 52 qramdan 52 qram almaq üçün x qram lazımdır. Amma gəlin belə eləyək. Birinci 8-dən 6 çıxdıq, 2 tapdıq. Deməli, 6 nəyin kütləsidir? 2 vur x-in. Düzdür? Çünki burada nə qədər x-imiz var? X vur 2 qədər. Yəni 2x bərabərdir. Tapdıq ki, 6-dır. Buradan da x-i tapıram 3. Deməli, x-in qramı öz kütləsi mr 3 imiş. Y-i də gəlin tapaq. 4 vur y, yəni indeksinə vururam. 4 dənə y-in isə kütləsi 2 imiş. Deməli, y özü mr 0,5-dir. Gəlin, indi x3, y8-in kütləsini tapaq. X-i 3 tapdıq, 3-3-ə vururam 9. Üstə gələk, 0,5 tapdım y-i, bunu da vururam 8-ə. Deməli, bu eləyəcək 9, bu da eləyəcək 0,5 vur 8, 4. Bu da eləyəcək 13. 13 qram isə, yəni 13 qram x3, y8-də, 13 qramını almaq üçün isə mənə nə qədər lazımdır? Deməli, 13 qram x3, y8 almaq üçün isə mənə baxın bu qədər. 4 qram y8 lazım idi, bayaq tapdıq. Deməli, bunu da tapmaq üçün bunlar ixtisar gedər. X-i buradan taparam 16 qram. Deməli, cavab olacaq 16. Yəni, neynədik? Birinci buradan 8-in 6 çıxıb y-i tapdıq. Sonra da həm x-in, həm y-in ayrı-ayrılıqda mr-lərini tapdıq. Yəni, buradan tapdığımız bu x3, yəni bunun mr-idir, mr-x-dir. Burada da mr-y, yəni ayrı-ayrı bunları tapdıq ki, sonra x3, y8-in kütləsini tapa bilək. Onu da tapıram. 52 x-dırsa, özü şərtdə verib ki, 52 nə qədər lazımdır? Bunun özünün kütləsi də 13-dür. 13-ə də tapdıq ki, 4 qram y lazım imiş. Buradan da cavab alırıq 16. Keçirik son sualımıza, 76-cı suala. Birləşmənin bir molekulunda olan oksigenin kütləsi. Ayər oksigen nə qədərdir? 16-dır. Mənə də burada 16 verib, burada 48 verib, burada 32 verib. 16
deməli qram oksigen 1 dənə oksigendir. 48 qram oksigen 3 dənə oksigendir. 32 qram oksigen də 2 dənə oksigendir. Deməli birinciyə 1 dənə oksigen olanları seçəcəyik. Baxıram ki, B-də 1 dənədir və bir də Y-də 1 dənədir. B, Y getdi 1-ə. İkincidə 48 isə 48-i 16-ya bölürəm. Deməli 3 dənə oksigen olanı seçirəm. 3 dənə oksigen olan bir dənə C-dir. Daha doğrusu bu 48-ə yazmalı, deməli 48-ə yazmalıyam bunu. Bir dəqiqə. Aha. C bura gedir. 32-də axı 2 dənə oksigen olan idi. 2 dənə oksigen olanda baxıram ki, D-dir. Yəni ancaq oksigenlərə baxırıq da burada. A variantında isə 5 dənə oksigendir. Ayrı oksigen də 16 olduğuna görə 16-nı 5-ə vuracağıq, böləcəyik 80. Yəni burada 80 olsaydı cavab olardı, amma 80 burada cavabların heç birində yoxdur. Ona görə A heç birinə getmir. Deməli cavabımız oldu 1B-Y, 2C, 3D. Belə bu günləri də bu sizinlə bu bölməni bitirdik. Kimya formulları üzrə hesablamalar bölməsinin çox önəmli bir bölmədir. İmtahanlarda da tez-tez rast gəlinən bir bölmədir. 4-cü qruplara biraz daha çətin variantda düşə bilər, amma 1-ci qruplara çox sadə düşür. Belə, inşallah gələn videolarda görüşənədək sağ olun.